Biz kişi deyirik. Xızırın nümunəsində biz nə gördük? Mən nə gördüm? Bu böyük bir qəhrəmanlıq. Xızırın bir dənə bu ifadəsi ki, biz kişi deyirik deməyi və suya tullanıb öz yaşıdın yaxud özündən böyük yaşda olan adamı xilas eləmək cəhdi bircə Xızırın 8 yaşlı bir uşağın bu addımı on minlərlə adamı birləşdirdi. Çeçendi, İnguşetiyalılardı. Bunlar birləşib birlikdə bir çayı başdan aşağı bir yəni Xızır suya atlandığı yerdən 10 kilometr aşağıda tapılıb. Təsəvvür edin ki, bir çayın suyun yönünü dəyişiblər və çayı ələk-vələk eləyiblər. Didi çayı axtarıblar və nəticədə Xızırın cəsədini tapdılar. Mən onun ailəsinə səbr diləyirəm və rəhmət diləyirəm və çox sağ ol deyirəm ki, belə uşaq dünyaya gətiriblər. Xızır 8 yaşında 10 mindən çox adam ətrafında topladı. İndi o yaşasaydı gör nə qədər adamı birləşdirə bilərdi. Bu insanlara nə öyrədir? Bu insanlara bir-birinin halına yanmağı öyrədir, bir-birinin dərdinə şərik olmayı öyrədir. Mən çox istəyirəm ki, insanlarımız bir-birinin halına yansın, bir-birini acılamasın, bir-birinin dəyərini bilsin. Çünki biz onsuz da bir gün gəlirik və bir gün gedirik. Biz üçün geridə qalan şeylər bizim elədiyimiz əməllər, insanlara göstərdiyimiz qayğı və münasibət olacaq. Ona görə çalışın, bir-birinizin xətrinə dəyməyin və bir-birinizi acılamayın.